Xəyanət etməyən kişi var da, bəli. Xəyanət etməyən kişi misal üçün yüksək IQ-su olan, yəni o bilir ki, insan olaraq mənim uzun müddətli və dərin münasibətlərə ehtiyacım var. Bir. İkincisi də ki, emosional zəkası yüksəkdir. Həm öz duyğularını anlayır, həm o haqda danışmağı bacarır, həm qarşıdakı insanın duyğularını anlayır, bacarır, həm nəticəni hesablamağı bacarır ki, mən nə əldə edəcəm, nə itirəcəm. Yəni, bəli, bunlar xəyanət etmirlər. Xəyanət eləsəm tutulacaq. O sözdən bəlkə O sənin əxlaqınla əlaqədar bir şeydir. Sənə ağır gəlir. Əlbəttə, birdən məni bunun üstündə yaxalayarlar. Birdən mən haqqımda belə, yəni bu işin üstü açılar. Demək ki, sənin əxlaq normaları bu uyğun deyil. Demək ki, sən düşünürsən ki, qarşı tərəf üçün bu nə qədər ağır ola bilər və sən onun nəticəsini hesablaya bilərsən.